Xoş gördük hər birinizi. Qış parkının yanında 16 mərtəbəli binanın 9-cu mərtəbəsində 191 kvadrat ölçülü 4 otaqlı yeni təmirli əşyalı bir mənzili sizlərə çəkib təqdim edəcəm. Daxil olduğu mənzilimizə hal-hazırda mənzilin giriş hissəsindəyik. Çox möhtəşəm təmirli bir mənzillə qarşınızdayıq. Mənzilin bütün otaqları ilə sizi yaxından tanış edəcəyik. Hal-hazırda mənzilin geniş bir dəhliz giriş hissəsini görürsünüz. Proyektlə mən sizə buradan ilk öncə yaxından tanış edim. Sağ hissədə mənzilin qardırop hissəsi, camaşırxana otağı, uşaq yataq otağı, qonaq otağı, mətbəx hissəsi, vaqinli yataq otağı daxilində sanitar qovşağı, üçüncü yataq otağı, sanitar qovşaqlara ayrı ümumi sanitar qovşaqları yerləşir. Baxın, bu şəkildədir. Keyfiyyətli materiallar əsasında təmir olunmuş bir mənzildə qarşınızdayıq, dəyərli izləyicilərimiz. Burada ilk öncə mən sizə camaşırxana hissəsini göstərim. Baxın, bu şəkildədir. Buradan daxil oluruq mənzilin geniş bir, baxın, belə bir geniş bir qonaq otağı var. Bütün əşyalarla döşənli mənzilin, yəni giriyaşa vəziyyətindədir. Qarşısı açıq, gün düşən bir mənzildir. Baxın, belə bir geniş qonaq otağı var. Döşəmədə parketdən istifadə olunub. Lazım olan bütün əşyalarla təchiz olunmuş bir mənzildir. Baxın, bu şəkildədir. Qaz, su, işıq təminatı fasiləsiz. Binada geniş həyət, yeraltı dayanacaq, uşaq meydancası, sürətli 2 lift mövcuddur. Mənzil sənədi əlbəttə ki, çıxarış kupçadır. Burada mənzilimizin gözəl bir mətbəx hissəsi yerləşir. Mətbəxdən eyvana çıxış mövcuddur. Geniş bir eyvan var. Və burada gördüyünüz bütün elektronik və mebel dəstələri hamısı Avropa istehsalı və bahalı keyfiyyətli materiallardır. Çox vaxt itirmədən digər hissələrlə də tanış olacağıq. Burada mənzilimizin əsas yataq otağı yerləşir. Baxın, bu şəkildədir əsas yataq otağımız. Vitraj pəncərələrlə əhatə olunmuş bir mənzildir. Əsas yataq otağının daxilində sanitar qovşağı. Çox xırda detallara girməyəcəm, yəni bunu siz mənzilin videosuna baxanda aydın şəkildə görürsünüz. Burada mənzilin ikinci yataq otağı yerləşir. Burada mənzilin ümumi sanitar qovşaqları yerləşir, ayrı-ayrıdadır. Baxın. 191 kvadrat ümumi sahə, 16 mərtəbəli binanın 9-cu mərtəbəsindədir. Burada ayrıda bir sanuzel hissəsi yerləşir. Və son olaraq mənzilin uşaq yataq otağını sizlərə təqdim edəcəm. Kiçik yataq otağımız isə burada yerləşir. Baxın, burada kiçik yataq otağıdır. Və bu yataq otağından kiçik bir eyvan hissəyə çıxış var. Yəni, bütün xırda detallara girmirəm, mənzil üçün lazım olan bütün texniki avadanlıqlar, məsələn, uşaq yataq otağı üçün misal götürək, iş masası olsun, ayrıda 2 iş masası yerləşdirib, gizli aksesuarlıq hissələr, yataq dəstləri, elektronik və televizor, hər otağın özünə aid kondisioner sistemi, girişdə qranit mərmər və istifoldan istifadə olunub, divarda Venesiya məxməri boyalardan, lepqa işləmələrdən və güzgü dekor işləmələrdən istifadə olunub. Mənzil 16 mərtəbəli binanın 9-cu mərtəbəsindədir. 191 kvadrat ümumi sahəyə malik bu mənzil qanuni 4 otaq, kupcalı, tam əşyalı bir mənzildir. Qiymət aşağıda əlavə məlumat bölməsində qeyd olunacaq və real alıcıya endirim olunacaqdır.